Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, hər gün tövhid başlığı altında dərslərimizə davam edirik. İsim və sifətlər tövhidi 2-ci dərs. Söylədiyimiz kimi, əziz müsəlmanlar, Allah Subhanahu wa Ta'ala'nın isim və sifətləri ağılla dərk olunmaz. Zənlər, düşüncələr və təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O da Allah Subhanahu wa Ta'ala'da yaratdıqlarına nə zatında, nə feillərində, nə də isim və sifətlərində bənzəməz. Ona görə də əhl-i sünnə vəl cəmaa, salih sələflər etiqad edirlər ki, Allah Subhanahu wa Ta'ala nə ki sifətlərlə sifətlənibsə, vəsf olunubsa, onların heç biri məxluqala oxşamır. Çünki məxluqda olan sifətlər naqis, Allah Subhanahu wa Ta'ala'da olan sifətlər isə kamildir. Kimsə söyləyə bilər ki, bəs bu sifətlərə biz də məxsusuq. Yəni, insanlar da eşidən və görən kimi sifətləri vardır. Lakin Allah Subhanahu wa Ta'ala'da olan bu sifətlər kamil, insanlarda isə naqisdir. Ona görədir ki, insanlar müəyyən bir məsafədən sonra görmür. Müəyyən bir məsafədən sonra eşitmir. Lakin Allah Subhanahu wa Ta'ala'da belə bir hədd, məhdudiyyət yoxdur. Necə ki, Allah Resulü Muhammed s.ə.v Allah Subhanahu wa Ta'ala'nın eşitmə və görməsini vəsf edərkən buyurur ki, Allah Subhanahu wa Ta'ala zülmət bir gecədə, qaranlıq bir meşədə, qara daşın üzərində gəzən qarışqanın ayaq addımlarını eşidir və görür də. Allahu Ekber. Ona görə də İmam Əbu Hanifə rahimehullah Fikul Ekber kitabında, yəni Böyük Fik adlı kitabında söyləyir ki, onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyildir. Allah Subhanahu wa Ta'ala duyur, lakin duyması bizim duymağımıza bənzəməz. Danışır, lakin danışmağı bizim danışmağımız kimi deyildir. Çünki onun misli, tayı bərabəri yoxdur. Və sonra İxlas surəsini oxuyur. De ki, o Allah təkdir. O Allah möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur, onun tayı, bərabəri, bənzəri də yoxdur. Allahu Ekber. Əziz və dəyərli müsəlmanlar, isim və sifətlər tövhidi əqidə məsələlərində ən dəyərli, ən əzəmətli və ən şərəfli bir elm olduğu kimi, əqidə məsələlərində ən çətin və həmçinin ən təhlükəli mövzulardandır. Nə üçün çətin və təhlükəli mövzulardan sayılır? Çünki İslam ümmətində, Muhammed ümmətində təriqətlərə, məhzəblərə nəzər salsaq, görərik ki, əksər məhzəblərin, əksər təriqətlərin azmalarına səbəb isim və sifətlər tövhidində Quran-ı Kərimə, Allah və Rasulun buyurduqlarına müxalif olmaları olub. Ona görə də hətta bir çox əhl-i sünnə alimləri bu mövzuda böyük xətalara yol vermişlər. Ona görə də deyilir ki, alimlər deyirlər ki, isim və sifətlər tövhidi təvqifidir. Yəni, təvqifi odur ki, Quran və sünnədə nə gəlibsə dəlillərlə o isbat olunur. Nə ki, nəhvi olunubsa, nə ki, inkar olunubsa, o da inkar olunmalıdır. Ona görə də alimlər söyləyirlər ki, cənnət, cəhənnəm, qəza və qədər, ruh haqqında olan məsələlər, bütün bunlar qeybi məsələlər olduğu üçün təvqifidir. Yəni, Quran və sünnədə nə dəlil gəlibsə, onunla kifayətlənmək lazımdır. Bu məsələlərdə ictihada yol verilməz. Yalnız və yalnız Quran və sünnə ilə kifayətlənmək lazımdır. Ona görə də əhl-i sünnə vəl cəmaa söyləyir ki, Allah Subhanahu wa Ta'ala'nı Allahdan daha yaxşı kim tanıya bilər? Allah Subhanahu wa Ta'ala'nı onun peyğəmbəri, aləmlərə rəhmət olaraq göndərdiyi Muhammed s.ə.v-dən daha gözəl kim tanıya bilər? Ona görə də əhl-i sünnə etiqad edir ki, heç kəsin ixtiyarı yoxdur ki, Allahın özünü vəsf etdiyi hər hansısa bir adı, hər hansısa bir sifəti inkar etsin və yaxud da bunun əksini. Allah Subhanahu wa Ta'ala'nın inkar etdiyi hər hansısa bir adı, sifəti Allah Subhanahu wa Ta'ala'nı nə etsin? Adlandırsın. Ona görə də, əziz və dəyərli müsəlmanlar, İbrahim əleyhissalam özü üçün və ailəsi üçün Allah Subhanahu wa Ta'ala dua edərdi. Ya Rabbi, məni də, əhl-i beytimi də bütlərə tapınmaqdan, sənə şərik qoşmaqdan qoru. İbrahim Ət-Teymi rahimehullah deyir ki, İbrahim əleyhissalam şirkə düşməkdən qorxurdusa, bundan sonra kim əmin ola bilər bundan? İndi mən də hər bir kəsə buradan söyləyirəm.
İsim və sifətlər tövhidində İbn Həcər, İmam Nəvəvi rahimehullah kimi böyük alimlər olub, əhl-i-sünnə alimləri, hansı ki bu isim və sifətlər tövhidində böyük xətalara yol veriblər. Böyük xətalara yol veriblər. Onların xətalarından sonra kim əmin ola bilər ki, mən isim və sifətlər tövhidində heç bir xəta etmərəm. Mən hər bir şey bilirəm artıq, öyrənmişəm, dərslərə bu haqda qulaq asmışam, kitab oxumuşam. Tövhid məsələləri elə bir məsələlərdir ki, həmişə təkrarlanması, həmişə təkrarlanmağa ehtiyacı olan mövzulardır. Allahu Akbar. Məgər sən elə düşünürsən ki, İmam Nəvəvi, İmam rahimehullah isim və sifətlər barədə gələn ayə və hədisləri bilmirdi? Əyn Allah, Allah haradadır hədisini bilmirdi İmam Nəvəvi rahimehullah? Bilirdi. Əlbəttə ki bilirdi. Çünki İmam Müslimin səhih əsərində gəlir həmin o hədis və İmam Müslimi də İmam Nəvəvi rahimehullah şərh etmişdir. Lakin buna baxmayaraq xətaları olub bu məsələlərdə. Ona görə də dəyərli müsəlmanlar, isim və sifətlər tövhidi, tövhidin digər növləri kimi rububiyyət, uluhiyyət tövhidi kimi həmişə təkrarlanmağa ehtiyacı olan mövzulardır. Ona görə də müsəlman həmişə çalışmalıdır bu mövzuları nə etsin, oxusun, öyrənsin daima. Əhl-i-sünnə vəl cəma isə bu mövzu ilə bağlı mövqeyi belədir. Birinci, söylənilir ki, nə ki Quran və sünnədə isbat olunub, yəni Allah subhanahu wa ta'ala'nın isimləri və sifətləri Quran və sünnə ilə isbat olunub, biz də onu isbat edirik və onu qəbul edirik. Necə ki, Allah subhanahu wa ta'ala'nın görməsi, Allah ta'ala'nın eşitməsi, necə ki, Nisa surəsi 58-ci ayətində Allah ta'ala buyurur ki, şübhə yox ki, Allah hər şeyi eşidən, səmi və hər bir şeyi görəndir, bəsirdir. Həmçinin Allah ta'ala'nın digər isimləri, həmçinin Allah ta'ala'nın digər sifətləri Quran və sünnə ilə isbat olunub, biz də onun isbat edirik və onu qəbul edirik. İkinci, əhl-i-sünnə alimləri söyləyirlər ki, qayda olaraq götürün ki, nə ki Quran və sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Nə ki Quran və sünnə ilə inkar olunubsa, biz də onu inkar edirik. Necə ki, misal olaraq söylənilir ki, xristiyanlar Allah subhanahu wa ta'ala üçün dedilər ki, Allah ta'ala göyləri və yeri 6 gündən xəlq etdi və bazar günü dincəldi. Allahu Akbar. Allah ta'ala'ya nə etdilər? Naqislik nisbət etdilər. Və yaxud da yahudlər dedilər ki, Allah subhanahu wa ta'ala xəsisdir, əlləri bağlıdır. Lakin Allah subhanahu wa ta'ala onların hər ikisinə də cavab verir Qurani Kərimdə. Necə ki, Allah ta'ala Bəqərə surəsində, həmçinin Qaf surəsində bildiyimiz Ayətül Kürsüdə Allah ta'ala nə buyurur? And olsun ki, biz göyləri və yeri və onlar arasında olanları 6 gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi. Allahu Akbar. Allah subhanahu wa ta'ala xristiyanların gətirdiyi bu şübhəni alt üst etdi. Yəni Allah ta'ala göyləri və yeri 6 gündə xəlq etdi və bizə heç bir yorğunluq da üz vermədi. Və Ayətül Kürsüdə Allah ta'ala buyurur ki, o nə mürgü, o da nə də yuxu. Yəni Allah subhanahu wa ta'ala həydir və qayyumdur. Allah ta'alanın iki ismi. Və bununla xristiyanların bütün o iddialarını Allah ta'ala nə etdi? Alt üst etdi. Ona görə nə ki Quran və sünnə ilə inkar edilir, o naqisliklər Allah subhanahu wa ta'ala ondan nədir? Münezzəhdir, uzaqdır. Həmçinin yahudilərin dediyi Finhas adında, necə ki bunu İbn Cərir Ət-Təbəri, həmçinin İbn Kəsir öz təfsirlərini qeyd edir bu ayələrin. Deyilir ki, Finhas adında bir yahudi gəlir Əbu Bakr radiyallahu anh yanına və Əbu Bakr radiyallahu anh onu İslam'a dəvət edirdi. Və həmin o Finhas adında olan yahudi Əbu Bakr radiyallahu anh qayıdır, deyir ki, Allaha and olsun ki, ey Əbu Bakr, biz fəqir, kasıb, yəni biz fəqir, yəni kasıb olmadığımıza görə Allaha ehtiyacımız yoxdur. Allah kasıbdır, fəqirdir deyənə bizə ehtiyacımız var ki, biz dini qəbul edək, subhanallah. Gör necə Allah subhanahu ta'alaya qarşı necə nankorcasına danışır. Və deyir, o fəqirdir, ona görə də bizə möhtac olmayan, yəni əgər möhtac olmayan bir varlıq olsaydı deyir, bizdəndir borc tələb etməzdi. Allahu Akbar. Və bundan sonra Allah subhanahu ta'ala Əl-İmran surəsi 181-ci ayətini və həmçinin də Maidə surəsi 64-cü ayətində Allah Taala buyurur ki, Allah kasıbdır, biz isə dövlətliyik deyənlərin sözlərini Allah subhanahu wa ta'ala əlbəttə ki eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və qiyamət günü onlara belə deyəcək, ateşin əzabını dadın deyəcək. Allahu Akbar. Və Allah subhanahu wa ta'ala Maidə surəsi 64-cü ayətində isə belə vurur. Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər. Allahu Akbar. Üçüncü qaydamız ondan ibarətdir ki, əziz müsəlmanlar, nə ki Quran və sünnədə sabitliyi, yəni isbat olunmayıbsa və həmçinin inkar olunmayıbsa o şey,
Biz o məsələdə əhl-i-sünnənin mövqeyi odur ki, biz bu məsələdə nə isbat edir, nə də inkar edirik. Allah subhanahu wa ta'ala misal olaraq söyləmək olur. Allah subhanahu wa ta'ala bilir ki, kəlam sifəti vardır. Allah Taala danışır. Necə ki Allah Taala Qurani-Kərimdə buyurur ki, Allah Taala Musa əleyhissalam ilə sözlə danışdı. Allah subhanahu wa ta'alanın kəlam sifəti danışması sabitdir və isbat olunur Quran və sünnə ilə. Lakin biz bundan sonra iddia etsək ki, Allah Taala danışır, deməli onun dodağı, dili, ağzı və s. var. Yəni bu məsələdə əhl-i-sünnə mövqeyi odur ki, bu barədə dəlil olmadığı üçün bu məsələdə biz susuruq. Nə bunu isbat edirik, dəlil olmadığı üçün, nə də inkar edirik, dəlil olmadığı üçün. Bu 3 dənə qayda idi, hansı ki, əhl-i-sünnə vəl-cəma isim və sifətlər tövhidini başa düşmək üçün qoyub və bu qaydaları öyrənin ki, sizə isim və sifətlər tövhidini başa düşməkdə yardımcı olsun. Allah subhanahu taala dua edirəm ki, Allah taala bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdən etsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu an la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.